Azərbaycanın daxili sularının 3-cü hissəsi. Bu hissədə su anbarları və kanallardan danışacağıq. Azərbaycanda su anbarları sənayedə, məişətdə, balıqçılıqda və suvarmada istifadə edilir. Respublikamızda bütünlükdə su anbarlarının ümumi sahəsi 1070 kvadrat kilometrdir. Dedik ki, su anbarlarından müxtəlif məqsədlərlə istifadə olunur və bu zaman qeyd edirik ki, suvarma işlərində də istifadə edilir. Su anbarlarından əksərən suvarmada istifadə olunur. Buna görə də su anbarlarından kanallar çəkilir. Daha sonra qeyd edirik ki, su anbarlarından balıqçılıqda istifadə edilir. Əsasən də balıqçılığın inkişaf etdirilməsində istifadə olunur. Bu necə baş verir? Deməli, balıqçılığın inkişafı üçün balıq fermaları yaradılır və bu fermalarda kürülər saxlanılır. Sonra isə həmin kürülər müxtəlif hovuzlarda yetişdirilir və satılır. Belə fermalardan biri də Qəbələ rayonundadır. Bundan başqa bəzi su anbarlarından elektrik enerjisinin istehsalında istifadə olunur və ölkəmizdə ən böyük elektrik stansiyaları bunlardır. Bu elektrik stansiyaları Kür çayı üzərində yerləşir. Şəmkir sesi, Mingəçevir sesi, Varvara sesi və Yenikənd sesi. Daha sonra Tərtər çayı üzərində yerləşən Sərsəng sesi və Araz çayı üzərində yerləşən Araz su qovşağı. Orta ölçülü seslərdən isə Ordubad sesi, Taxta körpü sesi, kiçik seslərə isə Balakəndə Balakən 1, Göyçayda Göyçay 1, İsmayıllı, Oğuz və Astarada tikilən stansiyalara aiddir. Onu da qeyd edeyim ki, seslərin tikintisi baha başa gəlir, amma buna baxmayaraq seslər ekoloji cəhətdən həm təmizdir, həm də sellərin qarşısını alır. Çünki seslər həm də çayların axınının tənzimlənməsi üçün əlverişlidir. İndi gəlin baxaq son illərdə tikilən seslərə. Bunlardan biri Güləbird sesidir. Bu ses Həkəri çayının üzərində yerləşir. Qızqalası su anbarı isə Azərbaycanla İranın sərhəddində yerləşir. Araz çayı üzərində inşa edilib və Cəbrayıl rayonu ərazisində yerləşir. Dedik ki, su anbarları suvarmada, daha sonra balıqçılıqda istifadə edilir. Bunlar müsbət cəhətlərdir, amma onun mənfi xüsusiyyətləri də var. Mənfi nəticələri odur ki, ətraf ərazilərdə quruntu sularının səviyyəsi qalxır və hətta ətraf əraziləri su da basa bilir. Amma bununla yanaşı, quraq ərazilərdə olan su anbarlarında anbarın ətrafındakı ərazidə şoranlaşma baş verir. Əgər anbar rütubətli ərazidədirsə, bu zaman anbarın ətrafındakı ərazilərdə bataqlıqlaşma baş verir. Hətta Mingəçevir su anbarının salınması buradakı Kür ətrafındakı meşələrin məhv olmasına və Kür çayında suyun səviyyəsinin azalmasına səbəb olmuşdu. Dedik ki, meşələr məhv olmuşdu. Kür çayı ətrafındakı meşələr, Tuqay meşələri. Bir də Kür çayının səviyyəsi azalmışdı. Bu da onun ətrafında yerləşən axmaz göllərlə əlaqənin kəsilməsinə səbəb olmuşdu. Nəticədə həmin göllərdə su şoranlaşmışdı. Gəlin su anbarları hansı çaylar üzərində yerləşir, onlara baxaq. Azərbaycanın ən böyük su anbarı Mingəçevir su anbarıdır və o Kür çayı üzərində yerləşir. Bundan başqa Kür çayı üzərində yerləşən anbarlara Yenikənd, Şəmkir və Varvara su anbarlara aiddir. Bu su anbarlarını şərqdən qərbə doğru sırayla düzsək, birinci Şəmkir gəlir, daha sonra Yenikənd, Mingəçevir və Varvara. Su anbarları yerləşməsinə görə iki qrupa bölünür. Bir, çay məcrası üzərində yerləşənlər, bir də məcradan kənarda yerləşən su anbarı. Birinci məcradan kənarda yerləşənləri sayacağım, çünki bunlar daha azdır. Bunlar Nohur Qışlaq, Yekəxana, Cavanşir, Aşıq Bayramlı, Ceyranbatan, Taxta körpü, Xanbulançay və Göytəpədir. Çay məcrası üzərində yerləşənlər Coğaz, Coğaz çayı üzərində yerləşir. Axınca və Xatınlı, bunlar Tovuz çayının üzərində yerləşir. Şəmkir çay, Şəmkir çayı üzərində. Zornabud, Daşkəsən rayonunda yerləşir. Sərsəng və Suqovşan Ağdərədə yerləşir, Ağdərə rayonunda. Varvara, Mingəçevir, Yenikənd və Şəmkir su anbarları Kür çayı üzərində yerləşir. Daha sonra Yekəxana, Aşıq Bayramlı, İsmayıllı rayonundadır. Cavanşir Ağsu rayonunda, Nohur Qışlaq Qəbələ rayonunda, Pirsad Hacıqabul rayonundadır. Ceyranbatan su anbarı isə Samur-Abşeron kanalı vasitəsilə qidalanır. Viləsçay Masallı rayonundadır. Xanbulançay Lənkəran rayonunda.
Göytəpə Cəlilabad rayonunda, Bolqarçay Biləsuvar rayonunda, Milmuğan su qovşağı Füzuli rayonunda, Köndəlançay, Xocavənd və Füzuli rayonlarında. Daha sonra Arpaçay Şərurda, Uzunoba, Araz su qovşağı və Nehrəmgöl Babəkdə yerləşir. Heydər Əliyev adına su anbarı və yaxud da Bayxır su anbarı isə Şahbuz rayonunda. Su kanalları isə Samur Abşeron, Yuxarı Qarabağ, Yuxarı Şirvan, Əzizbayov, Başmil və Başmuğandır. Su kanalları isə quraq ərazilərdə suvarılma məqsədi ilə istifadə edilir. Yuxarı Şirvan kanalı Mingəçevir su anbarından başlayır və Ağsuçaya qədər davam edir. Ən çox ərazi suvaran su kanalıdır. Bu kanal Şirvan düzünü suvarır. Yuxarı Qarabağ su kanalı ən çox su sərfi olan kanaldır. Qarabağ və Mil düzlərini suvarır. Samur Abşeron su kanalı isə Ceyranbatan su anbarını su ilə təmin edir. Başmuğan kanalı Bəhrəmtəbə su qovşağından başlayır və Muğan düzünü suvarır. Başmil su kanalı isə Milmuğan su qovşağından başlayır və Mil düzünü suvarır. Əzizbayov adına kanal isə Bəhrəmtəbə su anbarından başlayaraq Muğan və Lənkəran ovalıqlarını suvarır. Su kanalları uzunluqlarına görə ən uzunu Samur Abşeron su kanalıdır, 182 kilometrdir. Daha sonra Yuxarı Qarabağ 172 kilometr, Yuxarı Şirvan 126 kilometr, Əzizbayov adına kanal 92 kilometr, Başmil 38 kilometr, Başmuğan su kanalı isə 34 kilometrdir. Suvardığı sahəyə görə isə ən çox Yuxarı Şirvandır, daha sonra Samur Abşerondur, sonra Yuxarı Qarabağdır, Əzizbayovdur, Başmuğandır, ən sonda isə Başmildir. İndi isə gəlin kollektor və drenajlardan danışaq. Kollektor nədir? Kollektorlar qurun sularının səviyyəsini aşağı salmaq üçün qazılan kanal və yaxud da hidrotexniki qurğulara deyilir. Drenajlar isə yeraltı sulara kollektora axıtmaq üçün çəkilmiş hidrotexniki qurğulardır. Respublikamız ərazisindəki kollektorlar Baş Şirvan, Baş Mil Qarabağ və Baş Mil Muğan kollektorlarıdır. Onlar uzunluqlarına görə Baş Şirvan ən uzunudur, 216 kilometrdir. Daha sonra Baş Mil Qarabağda 152 kilometr, sonra isə Baş Mil Muğan gəlir 112 kilometr. Onu da qeyd edeyim ki, Kür-Araz ovalığında qurun sularının dərinliyi 1-5 metr arasında dəyişir. Qurun sularının səviyyəsinin yüksək olması nəyə görədir? Deməli, Kür-Araz ovalığında beton bəndlərsiz, yəni beton üzlüksüz su kanalları çəkilir. Su anbarlarından sular sızır və bir də suvarmanın çox olması qurun sularının səviyyəsinin qalxmasına səbəb olur. Qurun sularının da səviyyəsinin qalxması şoranlıq və yaxud da bataqlıqlaşmaya gətirib çıxarır. Və bu şoranlaşmanın qarşısının alınması üçün də kollektor drenaj şəbəkəsi tikilir.